tələbələrimiz haqqında nə deyə bilərsiniz? Necə büküblər, necə işləyiblər? Bugünkü gün, eminim bugünün o dolma prosesinin tələbələri çox möhtəşəmdilər. Özünüzü də alqışlayın. Həqiqətən, yəni bu səliqə ilə dolma bükümü möhtəşəmdir. Həqiqətən, professional dərəcədə. İstəyir oğlan, istəyir qıza çox qəşəng büküblər. İndi bunun qazana yığmaq prosesi var. Ən yaxşı kimlər büküb? Qadınlar yoxsa oğlanlar? Oğlanlar! Baldan niyə istifadə edirsiniz və hansı yeməyə? Dolmanı bükürük biz tomatlı kələm dolmasını, sonra da biz bükmüşük şirin kələm dolmasını. Şirin kələm dolması qədim Bakı mətbəxinə məxsusdur. İçində olur şabaltı, albuxarası, kişmişi, heyva sürtkəcdən keçirilmiş, yəni çəkilmiş əti qoşuruq. Onun o dadı almağından ötürü bizə mütləq o bal və bəhməz lazımdır ki, biz onu qazana yığandan sonra balı, bəhməzi əlavə edirik, azca suyunu əlavə qoyuruq bişməyə. Ona görə bizim şirin kələm dolması bal mütləqdir. Qazanın dibinə kələmin ən sərt yerini niyə qoyulur? Kələm yumşaq olduğuna görə ola bilsin ki, qaz biraz çox ola bilər. Onda kələmin bu dərisi yanmağa başlayır da, yəni vərəqləri. Amma biz onun zoğlarını yığırıq ki, həm onun altında o zoğlar enlidir axı. O tomat qaynamağa başlayanda o tomat da asta-asta çıxsın və dolmanın üstünə qaynayıb qarışsın dadları bir-birinə. Balın əvəzinə çaxır tökəbilərik. O şirin kələmdə olmasa olmayacaq. Bu keflənmiş kələmdə olmasa olacaq. Bildiyin, indi çıx çölə. Müəllimə, niyə dolmanı qaynamaya qoyanda üstünə taryaka qoyursunuz? Çünki biz onu kələmə bükmüşük, o başlayıb qaynamağa azda su əlavə edirik. Kələm açıla bilər, yarpaq açıla bilər. Ona görə boşqabı qoyuruq ki, dolmanın üzərinə kələmlərimiz ya yarpaq dolmamız açılmasın. Ola bilsin ki, qoymazsaq qazandan qaçar. Qaçmamağından ötürü qoyuruq.